Son zamanlar ölkədə tütünçülük sahəsinə artan diqqət Lerişli fermerlərdə də bu sahəyə maraq yaradıb. Ucqardaq rayonu olan Lerişdə yeni tütün sahələri salınıb. Artıq rayonda yüksək məhsuldarlıqla yığım işləri də həyata keçirilib. Lakin Leriş rayonunun Züvüc kənd sakininin bu sahədə işi heç də yaxşı gətirməyib. ARB-nin qaynar xəttinə zəng edən şikayətçi min bir əziyyətlə əkib becərdiyi məhsulun pulunu ala bilmədiyini iddia edir. Əməkdaşlarımız rayon sakininin müraciətini elə yerindəcə araşdırıb. Leriç rayonunun Züvüc kənd sakini Ədalət Şəfiyev aprel ayında Arta kəndi ərazisində 24 sot sahədə icra nümayəndəsi Qabil Hüseynovun sifarişi ilə tütün əkib. Bu işdə ailəsi ilə birgə çalışan kənd sakini bizimlə söhbət zamanı bildirdi ki, tütün əkilən sahə bələdiyyə mülkiyyətində olan torpaq sahəsidir. Bunun üçün onlara toxumu da icra nümayəndəsi verib. Ədalət Şəfiyev avqust ayına qədər sahəyə aqrotexniki qulluq göstərməklə yüksək məhsuldarlıq əldə edib. Ailə iddia edir ki, min bir əziyyət hesabına becərdikləri sahə üçün icra nümayəndəsi tərəfindən onlara zəhmət haqqı verilməyib. Bunu açan, parniçi biz salmışıq, becərən bizi neçə vaxtı bir manatda bizə köməklik olunmayıb, maşınımız yox. 13 nəfər fermer təsərrüfatı adı ilə mən bu iş vermişim. 2 uşağım, bir özüm, bir ailəm. And olsun bizi yaradan Allaha. Başladıq ketmanlamağa. Bunun içi halaqdı əlimizlə evdiməyə, daşın evdiməyə, su vardıq, gətdik bu yerə çatdırdıq. Şikayətçi Ədalət Şəfiyev yeni tütün sahəsindən 230 kiloqram məhsul toplayıb. Bu məhsulu qurutduqdan sonra satıb ehtiyaclarını ödəməyi düşünürlər. Lakin özlərinin də dediyi kimi qarşılaşdıqları mənzərə Şəfiyevlər ailəsini tam ümidsiz buraxır. Topladığı məhsulu icra nümayəndəsi onlardan alaraq ailəni əlacsız qoyur. Sübuta çatdıra bilmədim, çünki müqavilə yox idi. Tədarik elədiyim, qurutduğum tütünü də polis vasitəsilə gəlib gecə vaxtı 11 kip götürüb aparıblar. Səhəri bir günü gətirdi, tökdü milləti buraya. Bax, bunu nə qədər deyil, yenə bir 6-7 ton buradan göz götürüblər. Ox, onu mən becərdim, mənə pul vermədi. Qoy bunu mən sataydım. Qoy buna mənə köməklik eləydim. Bundan mən səni eşitdim, buraya gəldim də. Məsələ ilə bağlı qarşı tərəflə icra nümayəndəsi Qabil Hüseynovla əlaqə saxladıq. O bizə sahədə gözləməyimizi deyib, olduğumuz kəndə gəlmədi. Daha sonra Leriç rayon icra hakimiyyətinə gəlib, şikayətçinin üzləşdiyi problemin səbəblərini öyrəndi. Qarşı tərəf bildirdi ki, Ədalət Şəfiyevin iddiası əsassızdır. Ədalət Şəfiyev orada işlədiyi müddətdə ərazi icra nümayəndələri tərəfindən, rayon icra hakimiyyəti tərəfindən deməli ona günəmuz şəklində müəyyən miqdarda vəsait ödənilmişdir. Həmin məsələlər böhtan əsassızdır. And olsun Allaha. Haqq Allah ki, gəlsin bir dənə desə yalan deyəm. Yalan desə baba çörəyi qoyacağam. O da albosun məndə. Tam o məhsul ödənildikdən, təhvil verildikdən sonra onun da zəhməti qiymətləndiriləcək və yaxın günlərdə ödəniləcəkdir. Biz üzərimizə düşəni etdik. Şikayətçini və qarşı tərəfi dinlədik. Ümid edirik ki, tezliklə bu məsələ Leriç rayon icra hakimiyyəti tərəfindən öz müsbət həllini tapacaq. Eyüp Məmmədov, Elnur Ələkbərov, Elşən Əhmədov, Leriç.